Hər birinizi salamlayırıq, mənim əzizlərim. Həmişə olduğu kimi mən Zaur Və mən Xəyalə. sizi 3 qat iplik verilişində xoş gördük. Hər birinizə böyük bir salamlarımız var. Ona görə ki, biz sizi çox sevirik, siz bizi izləyirsiniz və həmişə istərdik ki, daha çox insanlar bizi izləsin. Çünki bizim mövzularımız ailə mövzularıdır. Və mənə elə gəlir ki, hər bir ailə üçün bu lazımlı olar. Kimlər bizi dinləyirlərsə onlara xoş və gözəl vaxt arzu edirik. Nə qədər ki siz bizi dinləyirsiniz, biz o qədər də sevinirik. Daha gözəl, daha maraqlı mövzularla sizin qarşınıza gəlirik. Həqiqətən də Vaiz kitabı 4-cü fəsil 12-ci ayədə belə yazılıb. Əgər bir nəfər tək qalıb məğlub olarsa, 2 nəfər hücuma tab gətirə bilər. 3 qat ip tez qırılmaz. Hər verilişdə biz hansısa bir mövzunu araşdırırıq elə və bugünkü bizim mövzumuz ailədə incilik və məyusluqdur. Mövzular çox olur bizdə, amma mənə elə gəlir ki, bugünkü bu mövzu bir çox ailələr üçün lazımlı mövzudur. Niyə? Çünki mənə elə gəlir ki, hər bir ailə həm inciliklə rastlaşıb, həm də məyusluqla. Bu haqda bir balaca bizə danışa bilərsən? Bəli, çox gözəl bir deməli verilişə toxunduq. Burada ailədə incilik və məyusluq haqqında danışacağıq. Mən birinci deməli kəlamda yazılmış Süleyman məsələləri, Süleyman peyğəmbərin məsələlərindən başlamaq istəyirəm. Orada nə yazılıb? 18-ci fəsil 19-cu ayədə. İncik qardaşın könlünü almaq və yaxud da bacının qalalı şəhəri almaqdan daha çətindir. Belə davalar qapısı cəftəli qala kimidir. Çox gözəl ayələrdir və burada açıq-aydın Rəbb bizə göstərir ki, yəni incik qardaşın könlünü almaq üçün biz nə etməliyik və necə rəftar etməliyik o insanla. Deməli, inciməyə səbəblər çoxdur. Onlardan birincisi yalandır. İkincisi, yanlış istiqamətə getmiş düzgün məlumat. Yəni, bunu başqa sözlə yanlış anlaşılan məlumat kimi demək olar. Və həyat yoldaşına vaxtın və diqqətin ayırmamağı. Yəni, çox gözəl mövzulardır. Bu haqda danışacağım mən sizinlə. Birinci, yalandan başlayaq. Yalan çox vaxtı insanın qəlbini qırır. Və qarşıdakı insana qarşı inciklik yaradır onun ürəyində. Sadə ər-arvaddan danışmaq istəyirəm. Ən çox onların arasında olur bu problemlər. Məsələn, ər evə gec gəlir və həyat yoldaşı ondan soruşur ki, sən niyə evə gec gəldin, sən haralardaydın? Çox vaxtı həyat yoldaşı ya bunu gizlətmək istəyir yoldaşından, ya demək istəmir arvadına və yaxud hər dəfə bir bəhanə uydurur. Və hər dəfə bu bəhanələrlə, yalanlarla öz günahını ört-basdır edir. Və bu proses hər dəfə təkrarlandıqca qadının ürəyində ərinə qarşı inciklik yaranır, soyuyur ürəyi ərinə qarşı yavaş-yavaş və bu get-gedə yığılır və axırda onların arasında... Əsasən də soyudan nə olur həmin ərəfədə? Məsəl üçün, tutaq ki, ər hardasa yalan deyir və yaxud çalışır ört-basdır eləsin. Qadına ən çox təsir eləyən nə olur? Elə ərinin yalan danışmağı. O istəyir ki, həqiqətən əri ona düzünü desin, harada olduğunu desin, amma ər onu hər dəfə yalanlarla o problemdən qaçır və bu da qadının ürəyini qırır, sındırır və incilik yaradır. Və bunun axırı da problemlərlə yaşanır, problemlər yaşayır hər ikisi və bu qadının ürəyində bir acı kök kimi salır və bu acı kök böyüyür. Və müqəddəs kitabda Yəhya İncilində İsa Məsih belə bir söz deyir. İblis başlanğıcdan qatil idi və həqiqətə sadiq qalmadı. Çünki onda həqiqət yoxdur. Yalan söyləyəndə xasiyyətinə görə söyləyir. Çünki yalancıdır və yalanın atasıdır. Bu aya baxanda biz görürük ki, yalan danışan adam kimin işlərini görür? Əlbəttə, iblisin işlərini görür. Çünki yalanın atası elə iblisin özüdür. Və heç kəs istəməz ki, şeytanın balası olsun. Amma biz bəzən bunu edəndə unutmayaq ki, hər bir günahın aqibəti var və biz də kəlamda bilirik ki, bu günahın aqibəti ölümdür. Bəzən elə bir vəziyyət yaranır ki, sən qarşı tərəfdəki insana hansısa bir söz deyirsən və o insan səni yaxşı, düz başa düşmür, düz anlamır sənin dediyini və
Bu nə Pis başa deməkdir? düşür, pis Bəli, bu tərəfə nə yozur. deməkdir? Yəni o bunu neqativ başa düşür. Yəni pis yozur bu, sənin dediyin sözü pis tərəfə yozur və bu da insanı incidir. Və mən məsləhət görərdim ki, gərək hər bir insan dediyi hər bir sözə görə qarşı tərəfdəki insanın ürəyini qırmasın, onu incitməsin. Həmçinin də əgər məsəl üçün yanlış anlanılırsa, tutaq ki, qadın hansısa bir sözü deyir, kişi düz başa düşmür, başqa tərəfə yozursa və yaxud qadın hansısa bir sözü deyirsə, kişi də həmin ərəfədə qadının sözlərinin belə deyək də çox ciddiliyə alır və yaxud inciyirsə o sözlərdən, mütləqdir ki, belə vəziyyətlərdə nə etmək lazımdır? Belə vəziyyətlərdə mən Açıqlasa daha yaxşı olar məncə ki, nə demək istəyirdim bu? Bəli, səmimi olmaq lazımdır məncə. Səmimi olmaq lazımdır, ələlxüsus da ər-arvad. İkincisi, diqqət və vaxt ayırmamaq mövzusundan danışmaq istəyirəm. Bu hər iki xüsusiyyət sevgidən irəli gəlir və sevən insanlar bir-birinə həm vaxt ayırmalıdır, həm diqqət. Çünki bu vacibdir ailə həyatında. Əgər, məsələn, evdən evə gələndə bütün günü işdə olur, səhər çıxır, axşam gəlir, evə gələndə istəyir ki, həyat yoldaşına diqqət gözləyir. Bunu nə cür gözləyir? İstəyir ki, içəri girəndə yoldaşı onu xoş üzlə, xoş sifətlə qarşılasın, xoş rəftar eləsin ondan. Sonra qabağına yeməyi vaxtında qoysun. Belə şeyləri o yoldaşından gözləyir və əgər yoldaşı bunların tamam əksini edirsə, qaşqabaqlı, narazı gəlirsə, deyinirsə və bütün günü evdə baş verən, gün ərzində baş verən qayğılarla, yüklərlə yoldaşını yükləyirsə, onda həmin kişi qadından bezir, inciyir və başını götürüb evdən qaçmaq istəyir. Və bir saatlıq, bir neçə saatlıq və yaxud da bir müddətli evdən qaçır. Bu artıq adət alıb, artıq kişilərdə bu adət alıb, evdən qaçmaq problemdən qaçmaq kimi bir şeydir və bu kişi incikliyidir. Qadın incikliyi ilə danışmaq istəyirəm. Qadın nə istəyir çox vaxtı yoldaşından? Yoldaşı evə gəlir, yorğun olur, heç yerə çıxmaq istəmir. Qadın istəyir ki, yoldaşı oyuna otursun, biraz söhbət eləsin, dərdləşsinlər. Harasa çıxsın havaya. Və yaxud harasa onu aparsın yoldaşını, amma o yorğun olur, çıxmaq istəmir. Başı başqa şeylərə Əhval-ruhiyyəsi olmur çıxmağa və bir söz də deyim ki, əgər onlar hər ikisi bir yerdə çıxıb, yəni uşaqlarsız şəxsən ikisi çıxıb bir yerdə gözəl bir vaxt keçirsələr, bu onların arasındakı şəxsi münasibətləri daha da möhkəmlədəcək və onların ailəsi daha da möhkəm olacaq. Və bunlar baş verməyəndə, yəni qadın ərindən gözlədiyi bu proseslər baş verməyəndə qadında ürəyində ərinə qarşı inciklik yaranır və ərindən soyuyur da bir sözlə. Həqiqətən də elədir və bu soyumaq və incimək məsələsi vacib məsələdir. Mən istəyərdim bəzi məsələlərə də toxunum, çünki inciməyə səbəblər yenə var. Hansılar ki, bugünkü gündə baş verir, baş verib və baş verməkdədir hələ də. Qəzəblə deyilən sözlər. Məsəl üçün, olur ki, insandır, narahat və yaxud qıcıqlanmış vəziyyətdə, yorğun vəziyyətdə gəlib insan evə və həmin ərəfədə qadın gözləyir ki, o ona gözəl bir söz deyəcək, bu isə yorğun, onsuz da işində problemi başından daşır, bu yandan da qıcıqlı vəziyyətdədir və birdən-birə kişi və yaxud qadın olsun da fərqi yoxdur. Elə bir söz deyir ki, elə bir ağrılı bir söz deyir və yaxud acılayan bir söz deyir ki, əks tərəfin xətrinə dəyir. Əks tərəfi yaralayır. Və biz, sən doğrudan da biyaqları gözəl vurğuladın ki, belə bir şey baş verəndə mütləqdir ki, həmin ərəfədə o dəqiqə cavab qaytarmasın. O dəqiqə, məsələn də, indi kişidir, sözü dedi, sərt şəkildə dedi, qıcıqlanmış vəziyyətdə dedi. Mən bir çox yaşlı qadınlardan artıq gün görmüş və imanlı bacılarımızdan belə bir məsləhət eşitmişəm ki, əgər ərin həmin vaxtı qıcıqlıdırsa, qəzəblidirsə, yaxşı olar ki, onu bir neçə müddət boş burax. Qoy, sakitləşsin. Onun qabağına yemək qoy. Onu yedizdir, onun qeydinə qal. Diqqət eləməklə ki, o sənə nə dedi? Hansı sərt söz dedi? Sən onun yeməyinin qarşısına qoy. Qoy onun əhval-ruhiyyəsi dəyişsin. Ondan sonra açıqla ki, insanla bu cür danışma.
insana bu cür söz demə. Çünki sən mənim qəlbimi qırırsan. Səmimi olmaq lazımdır. Bunlar mütləq olunmalıdır və mütləq insan danışmalıdır. Danışdıqca dərd açılır, danışdıqca inciliyin kökü bilinir və nəyə görə bu baş veribsə, bu da ortaya çıxır. Ortaya çıxdıqca da problemi həll eləmək olur. Və mütləqdir ki, mən hətta məsləhət görərdim ki, iki bir-birindən incimiş insanlar, yəni söhbət ər-arvaddan gedir, bir yerdə söhbət eləməmişdən öncə mütləq dua etsinlər. Mən bir qardaş tanıyıram, hansı ki ailəsində bunu həmişə tətbiq edir və biz də bunu edirik. Onun məsləhəti ilə biz də başladıq onu etməyə ki, biz bir-birimizlə hansısa bir söhbət etməmişdən öncə dua edirik. Ki, bizim aramıza Rəbb gəlsin və Rəbb sülh qoysun. İki incimiş insanın arasına Rəbb gələndə, onda hər şey gözəl olur. Hər iki tərəf bir-birini başa düşməyə başlayır. Artıq bir-birindən o qıcıqlı vəziyyətdən sakitləşirlər. Çünki artıq Allahın abu havası olur aramızda. Amma bir vasitə var. Hansı ki qoymur buna. Bəzən olur ki, hətta biz də dua da eləyirik, amma insan tərsdə eləyir. Yox, qoy o getsin, adam olsun. Nə bilim, qoy getsin, düzəlsin. Bu nədən irəli gəlir? Bu da qürurdan irəli gəlir. Qürur imkan vermir ki, iki incimiş insan bir-biri ilə barışsın. Qürur imkan vermir ki, insan hardasa özü-özünü sındırsın ki, qardaşım, bacım, əgər iki insanın arasında incilik varsa, artıq ikisi də problem eləyib. Artıq ikisinin də təqsiri var. Mümkün olan bir şey deyil ki, iki insanın arasında incilik baş qaldırıbsa və əgər onların arasında hansısa mübahisə olubsa, deməli, hər iki tərəf günahkardır. Günah təkcə bir tərəfdə olmur ki. Əks tərəfdə də günah olur. Çünki bir insan bir söz deyəndə o birisi də sakit durmur, o da cavab qaytarmaq istəyir. O da cavabını verir və bir də ayılırsan ki, mübahisə baş verib, iki tərəf bir-birinin özünün düz sayıb, başqasını səhv saydığına görə həmişə elə olur da, heç kim özünü səhv saymır ki. Həmişə əks tərəfi səhv sayır, özünü isə düz görür. Və bu vəziyyətlərdə də çalışır, desin ki, yox, o gəlsin birinci üzr istəsin məndən. Bax, o özü gələr, yıxılar, nə bilim, əzilər, başa düşər öz günahını, gələr məndən üzr istəyər, ondan sonra mən onu bağışlayacağam. Axı, bu qürurdur. Rəbb isə nə deyir? Mən məğrurlara qarşıyam, təvazökarlara lütf verirəm, təvazökarlara bağışlanma verirəm, təvazökarlara azadlıq verirəm. İstəyirsənmi ki, sənin ailəndə barışıq olsun, ilk növbədə qürurvu sındır. Sındır o qürurvu. Rəbbin önündə sındır. Axı, bu sənin ailəndir. Sən ailəvi dağıda bilərsən. Öz qüruruna görə ailəni dağıda bilərsən. Ona görə də yaxşı olar ki, qürur sınsın. Özü yuxarı tutmaqdansa aşağı tutaq. Və aşağı tutaraq, həlim olaq, təvazökar olaraq bir-birimizi başa düşməyə çalışaq. Əks o vəziyyətə yox, əksinə bir-birimizi başa düşməyə çalışaq və Müqəddəs kitabda Matta İncili 23-cü fəsil 12-ci ayədə belə söz yazılıb. Kim özünü yüksəldərsə, aşağı tutulacaq. Və kim özünü aşağı tutarsa, yüksəldiləcək. Mənə elə gəlir ki, heç kim istəmir ki, o alçaldılsın. Əksinə istəyir ki, yüksəldilsin. Amma buna gedən yol özünü aşağı tutmaqdan gedir. Ora gedən yol özünü aşağı, həlim, təvazökar aparmaqdan keçir. Əgər istəyiriksə ki, ailədə barışıq olsun, bir-birimizə qarşı mehribançılıq olsun, sülh olsun, incilik olmasın mütləq, biz bir-birimizə qarşı həlim, təvazökar olaq. Özümüzü yuxarı dartmayaq. Nə qədər biz yuxarı dartsaq, o qədər problem çoxalacaq. O qədər çaxnaşma çoxalacaq, incilik çoxalacaq, mühakimə çoxalacaq, dalca danışmaq çoxalacaq, bir-birini bəyənməmək çoxalacaq, bunlar mütləq olacaq. Kökü də qürurdan irəli gəlir. Və bir fikir də istəyirəm, söyləyim, bu etibar etməməkdir. Çox vaxtı inciyən insan heç açan istəmir ki, gəlsin və açsın hər şeyi qoysun ortalığa. Çünki etibar eləmək istəmir. Niyə? Çünki qorxur ki, bayaqları sən gözəl bir ayə oxudun ki, inci könlü, yəni o cür qardaşın könlünü almaq, qalalı şəhəri almaqdan da çətindir. Niyə? Ona görə ki, o insan artıq etibar etmir. Özü üçün qalalar düzəldib. Özü üçün elə bir, məsələn,
tarixə baxmışam ki, qalalar, şəhərlər adətən hündür, belə deyək, divarlardan tikərdilər. Qalalı şəhərləri tikəndə onu qorumaq üçün tikərdilər o divarları ki, qıraqdan düşmən müdaxilə eləyib, oranı dağıtmasın, oranı zəbt eləməsin. Belə vəziyyətlərdə incimiş insan həmin o qalaları düzəldir. Ürəyinin qalalarını düzəldir. Məcazi mənada Rəbbin sözü həmişə ruhanidir. O bir sözü deyəndə bəzən insan onu başa düşmür, amma orada ruhani məna var ki, bir insan inciyəndə öz ürəyinə sipər çəkir. Ki, ora heç kim heç nə eləyə bilməsin, daha yaxın buraxmır insana. Əks tərəfi özünə yaxın buraxmır. Nə də ki, ümumiyyətlə onunla danışmaq da belə istəmir ki, birdən yenə məni yaralayar, yenə məni sancar. O söz elə bir hərəkət eləyər ki, və yaxud elə bir söz deyər ki, mənə pis təsir eləyər və çalışır hər şeydən özünü qorusun. Hətta mən fikir vermişəm ki, elə insanlar olur ki, inciyəndə nə edir bilirsən? Sən ona bir söz deyən kimi o dəqiqə cavab vermək istəyir. O dəqiqə sənin ağzını bağlayır. Niyə? Çünki özünü müdafiə edir. Müdafiə etdiyinə görə o bizdə belə bir söz var, cavab atəşi ilə susturmaq istəyir. O dəqiqə susturmaq istəyir ki, o söz mənə bir daha yara vurmasın. Həqiqətən də elə bir vəziyyətlər yaranır xəyalə və bunlar vacibdir. Və mən sənin söz və qüvvət həmin qalalı şəhərlərdən danışdın. Qalalı, necə ki, insan ürəyinə qala kimi çəkir hər şey ki, ona heç bir şey təsir etməsin. Ona aid bir ayə də oxumaq istəyirəm. 2-ci Korinfillər 10-cu fəsil 4-cü ayə. Ona görə ki, döyüş silahlarımız cisimdən düzəldilən silahlar deyil, qalaları dağıdan ilahi qüvvəyə malik silahlardır. Bu ayələrdə nədən danışılır? Zaur çox gözəl danışdın o haqda. Hansı qalalardan gedir söhbət, çox gözəl açıqladın. Mən də biraz danışacağım. İncik insan da həminki kimi ətrafına qalalar yığır. Bunlar fikirlər, insan haqqında götür qoylar. Kimsə sənə bir söz deyəndə tez onun cavabını vermək, əks hücum istəyi, etibar etməmək, heç kəsi yaxına buraxmamaq, qəzəbli olmaq, dava yaratmaq, hər sözə, hər hərəkətə qıcıqlanmaq, hər şeyi mənfi başa düşmək, yaxınlıqdan qaçmaq, tənhalıqda qalmaq, hamıdan aralaşmaq və bütün bu saydığımız hamısı qalalı həqiqətən ürəkdə özünə elə bir qala yaratmaq kimi bir şeydir. Arvad ərindən soyuyur, ər arvadından soyuyur, küsürlər, barışmaq istəmirlər, özlərinə hələ bəhanə də gətirirlər ki, bizə vaxt lazımdır, ki, biraz vaxt keçsin ki, biz barışaq. Amma onlar bilmirlər ki, vaxt əksinə onların xeyrinə yox, ziyanına işləyəcək. Çünki bu vaxt iblis yatmır və o öz işini görəcək həqiqətən həmin vaxt ərzində, nə qədər ki, onlar küsülüdülər, iblis öz işini görəcək. Ona görə də gələk biz ər-arvad qoymasın ki, incilik onların ürəklərində kök salsın, böyüsün, kök salıb böyüsün və nifrətə çevrilməsin. Amin. Biz anlamalıyıq ki, əgər ər-arvad arasında incilik varsa, belə vəziyyətdə onlar nə Allaha ibadət edə bilmirlər, nə də dua edə bilmirlər, nə də məbədə gedə bilmirlər. Yəni, bütün bunlar maneçilik törədir Rəblə ünsiyyətə, Rəblə ibadətə, hətta məbədə də getmək istəmirlər, şübhə qoyur, iblis onların ürəyinə, nə var gedirsiniz. Yəni, bütün bunlar inciklik vaxtı, küsülü vaxtı baş verən proseslərdir və öz-özümüzü aldatmayaq və hər şey yaxşıdır kimi özümüzü göstərməyək. Axı, bu ikiyüzlülük olur. Bəli, çünki gec-tez bu bilinəcək. Nə qədər özünü elə göstərsən də qıraqdan, kənardan bu gec-tez üzə çıxacaq, bilinəcək. Bütün bunlardan çıxış yolunu tapmaq üçün Rəbbin silahları var və Rəbb o silahlar haqqında öz ayəsində, kəlamında yazıb. Görəsən, bu nə silahlardır və biz bu vəziyyətdə nə etməliyik? Biraz bu haqda danışardın bizə. Həqiqətən də bayaqları sən elə bir ayəyə toxundun, mənim yadımdadır. Rəbb mənə bunu aydın eləmişdi. Çünki mənim yadımdadır ki, bizim aramızda elə bir incilik baş vermişdi və biz bir neçə müddət bu şeylə mübarizə aparırdıq ki, Rəbb bizi bu şeydən azad eləsin ki, biz bir-birimizdən inciməyək. Və həqiqətən də bu vəziyyətlərdə Rəbb mənə bu ayə vasitəsilə aydın eləmişdir ki, o qalalı şəhərlər olur. Onlara daxil olmaq çətin olur, çünki onlar qorunmuş olur və insan da elə vəziyyətdə olur. Amma bu ayədə, Korinfillərə göndərişdə, sən oxuduğun ayədə yazılıb ki,
bizim Rəbbimiz bizə elə bir silahları həvalə eləyib. Bunlar nədir? Müqəddəs kitabda biz görürük ki, Qalatalılara məktubda 5-ci fəsildə var belə yer ki, harda ki, cismani təbiətin əməlləri var və ruhani təbiətin bəhrələri var. Onlardan ən gözəli, ən böyüyü məhəbbətdir. Və məhəbbət qarşısı alınmaz bir alovdur. Və məhəbbət qalaları dağıdır. Məhəbbət daş ürəkləri əridir. Məhəbbət insanı o dərəcədə əridir ki, amma bu insani məhəbbətdən danışmıram. Mən hansısa filio, hansısa bir eros məhəbbətindən danışmıram. Mənim danışdığım agape məhəbbətidir. Rəbbin məhəbbətidir. O elə bir məhəbbətdir ki, iki insanın biri-birində səhv tutmağın qabağını alır. O elə bir məhəbbətdir ki, biri-birinin içində incili, o köklərini dibindən qurudur. O kökə düşüb toxumlar, ürəkdə başlayıb artıq cicərməyə. Bir vasitə biz görmüşük də, bağban daxil olanda bağa, görür ki, orada tikan çıxıb, bu yanda tikan çıxıb. Ona qulluq olunur. Onları kökündən çıxardır ki, o tikanlar lazımlı yerlərdə o güllərə, o ağaclara pis təsir etməsin və yaxud hansısa bir qurd düşübsə, ağacın dibinə mütləq o qurdun o qabağını almaq lazımdır, dərman vurulmalıdır. Dərman vurduqca da bəzən olur ki, onun dövrünə peyin qoyulur ki, o daha çox bəhrə versin. Bu şeylər qurdun qabağını alır və qoymur ki, qurd onun bünövrəsini yesin. Bax, incilik də elə bir qurddur ki, ailəyə daxil olanda ailəni içərdən dağıdır. Onu heç kim görmürsən, biyaqları gözəl vurğuladın, amma vaxt aşırı onun bəhrələri üzə çıxanda, onun da bəhrələri, inciliyin bəhrələri mühakimədir. İnciliyin bəhrələri isə qürurdur. Adətən qürurlu insan inciyir. Amma Allahın məhəbbəti isə əksinə necədir? Sadədir. Bir-birini başa düşmək istəyir. İstəyir ki, özünü qurban versin. Həlimdir. Həlimdir, əlbəttə ki. Və başqa bir tərəfini deyim. Allahın bir daha da bəhrəsi var, nəfsinə hakim olmaq. Və yaxud sevinç, sülhü axtarmaq. Və biz müqəddəs kitabda görürük ki, Rəbb sülh yaradanlar haqqında deyir ki, nə bəxtiyardır sülh yaradanlar, çünki onlar Allahın övladları adlanacaq. Əgər biz Allahın övladı olmaq istəyiriksə, biz çalışacağıq, sülh yaradaq. İki insan arasında sülh yaradaq. Və belə vəziyyətlərdə də, mən həqiqətən də biz başqa verilişlərdə də bu haqda danışmışıq, iki insanın arasını bağlayan, birləşdirən, onları barışdıran Rəbb Allahdır. İki küslü insan arasında o sülhü yaradan da Rəbb Allahdır. Niyə? Çünki biz adi görürük ki, bəşəriyyət Allahdan uzaq idi. Niyə? Çünki günah etmişdi. Adəm Həvva günah edəndən sonra Allah yer üzünə xilaskarını göndərdi. Yeri gəlsəydi, o bunu etməyə də bilərdi. Niyə? Çünki insan Allaha qarşı çıxdı axı. Allah insana qarşı çıxmadı. Amma maraqlıdır ki, Allah birinci addımı etdi. Addımı birinci Allah atdı. Və Rəbb İsa Məsihi bizə görə qurban göndərdi. Niyə? Çünki o bizi sevir. O bizim məhv olmağımızı istəmir. O bizim günaha görə ölməyimizi istəmir. Cəhənnəmdə yanmağımızı istəmir. Bütün bu şeyləri onun içindən gələn o məhəbbətdirdi ki, bizə görə İsa Məsihi qurban verdi. Buna görə də o bizi özü ilə barışdırmaq istəyir. Onun əzəli istəyi odur ki, insanlar ölməsin, əksinə barışsınlar və eləcə də Allahın o böyük məhəbbəti bu günləri iki insanı barışdırmaq istəyir. O böyük məhəbbəti bu günləri iki küslü, bir-birindən incimiş, mən elə ailələr tanıyıram, inan xəyələ, aylarla, illərlə bir-biri ilə danışmırlar, bir evdə yaşayırlar.
bir evdə yaşayırlar, amma elə bir ki, bir-birinə yaddılar. Və soruşanda ki, qardaşım, bacım, niyə belədir sizdə vəziyyət? O adam deyil. Ay, nə bilim, geçsin birincisi, özü düzəlsin sonra. Bu sözlər nədən irəli gəlir? Bu sözlər artıq iblisə tam yer verib ürəyində və iblislə yaşamaqdan irəli gəlir. Artıq bilirsən, o İncili elə kök salıb ki, artıq böyük bir ağac boyda olub. Ağac da artıq bəhrə verir. Və bu bütün insanın daxilinə, insanın həyatına getdikcə nüfuz eləyir. Və maraqlıdır ki, biz bu haqda da mütləq vurğulamalıyıq ki, iki insanın, yəni ata-ananın arasında İncili olanda bu axı kimə təsir edir yenə? Uşaqlara. Uşaqlar bundan əziyyət çəkir. Niyə? Çünki uşaq məsəl üçün atasından görür ki, atası evə gəlmədi. Niyə? Çünki atası anasından inciyib. Evə gec gəlir. Saat 1-də, 2-də, 3-də gəlir ki, tək yatsın, səhər-səhərdə tezdən ayılır, qaçır gedir. Ki, həyat yoldaşı ilə danışmasın. Heç üz-üzə belə gəlməsinlər. Qadın isə necə? Əri evə gələn kimi heç qapısına da belə çıxmır, heç qabağına da belə çıxmır. Yemək lazımdır, deyir, yed zəhərvi orada yeyərsən. Nəyə görədir bunlar? Ona görədir ki, artıq o ailədə Allah yoxdur. Allah yaşamır. Allah yaşamayan yerdə məhəbbət yoxdur, çünki Allah məhəbbətdir. Allah olmayan yerdə xaos var. Allah olmayan yerdə çox pis, ağrılı vəziyyətlər var. Çıxışı olmayan vəziyyətlər var. Və onlar üst-üstə yığıldıqca da oranın abu havası da dəyişir. Mən görmüşəm ki, elə ailələr var ki, ora gedəndə qonaq, adamın ürəyi açılır. Həqiqətən də ürəyi açılır. Çünki oranın abu havası o dərəcədə xoşdur ki, onlar bir-birini o qədər sevirlər ki, bir-birlərini o qədər əzizləyirlər, bir-birlərinə keçirlər, bağışlayırlar, anlayışla qarşılayırlar. Amma elə ailə də var ki, ora daxil olanda artıq oranın abu havası sənin üzünə vurur. Və sən başa düşürsən, ayda, bura niyə belədir axı? Niyə belə soyuqdur bura? Amma hər bir şey nədən başlayır? İnsanların daxilində o soyuqluq olduğuna görə başlayır. Və bu soyuqluq da həqiqətən də çox pisdir. Bunun qarşısını almaqdan ötürü müqəddəs kitabda Matta İncili 18-ci fəsil 35-ci ayədə belə yazılıb. Hər biriniz qardaşlarınızı ürəkdən bağışlamasanız, səmavi atam da sizə elə edər. Fikir verirsən gör nədir. Burada yazılıb ki, qardaşlarınızı, amma bu söz təkcə qardaşlara aid deyil. Bu söz ər-arvada da aiddir. Yəni, Allah sözü deyəndə təkcə kişiyə demir ki, qadına da deyir. Demir ki, hə, sən bağışla, çünki sən mütləq sevməlisən. Qadın da tabi olmalıdır da, hə, yaxşı. Yox, barışıq hər iki tərəfdə olmalıdır. Sevgi hər iki tərəfdə olmalıdır. İncimiş insan öz həyatına ümumiyyətlə hər bir şeyə mənfi baxmağa başlayır. Acılıqlı olur. Hər şeyə tənqidlə yanaşır, tənqid eləyir. İnsanları başlayır zəhərləməyə. Yəni, bu təkcə ər-arvad arasında yox, bu uşaqlara da zəhər verir artıq. Məsəl üçün, qıcıqlanmış ata və yaxud qıcıqlanmış ana övladına da pis rəftar eləyir. Övladı ilə də acı danışmağa başlayır. Bunlar hamısı baş verir. Həqiqətən də baş verir. Və bu dağılmağa aparır, qurulmağa yox. Və biz bu şeylər haqqında gələn verilişimizdə də danışacağıq. Çünki bizim bu verilişimizin davamı da var və mən inanıram ki, bizim növbəti verilişimizi də bizim tamaşaçılarımız izləyəcəklər. Çünki gələn verilişdə biz bu mövzunu daha araşdıracağıq və məyusluq haqqında da danışacağıq. Çünki ailələrdə məyusluq da baş verir. Biz bu hadisələri araşdırırıq və sizə də məsləhət görürük ki, baxasınız öz ailənizə. Hər bir ailədə baş verdiyi hadisələr olduğu kimi siz də öz ailənizi araşdırın. Nələr varsa onu üzə çıxardın və problemi vaxtında həll eləməyə çalışın ki, o problem sonradan pis nəticələrlə bitməsin. Hər bir ailənin də pis nəticəsi boşanmadır. Heç bir hallarda Allah bunu istəmir. Allah istəyir ki, xeyir-dua olsun və Rəbb sizə xeyir-dua versin. Gələn verilişdə görüşənədək. Sağ olun əziz tamaşaçılarımız. Sağlıqla qalın.